Xaricdən bir ədəddən artıq gətirsəniz 100 manat rüsum ödəyəcəksiniz. Belə ki, mobil telefonlar aksis dərəcəsinə cəlb olunacaq. Fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi vergi məcəlləsi və dövlət rüsumu haqqında dəyişiklikdə öz əksini tapıb. Vergi məcəlləsinə edilən dəyişikliyə görə ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksis vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən bir ədəd mobil cihaz aksisdən azad olunacaq. Dövlət rüsumu haqqında qanuna dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.